Dodağımı dişlədi. Və küçədən sel axır. Hər kəsə salam. Yeni YouTube vloguma xoş gəlmisiniz. Hamınıza xoş şeylər arzulayıram. Axıra kimi videoma baxıb və bəyənməyi unutmayın. Dostlar, vəziyyət kritikdir. Gördüyünüz kimi yağış yağır dayanmadan. Mən tamamilə suyam. Yox, sağ ol, gəlmirəm. Mən deməli yaxın bir adamım, imtahan verir. Onu gözləməliyəm və gözləmək üçün yer yoxdur. Saat da 10'dur, səhər saat 10'dur. Hələ heç yer açılmayıb. Gözləmək üçün yer yoxdur. Это ужас. Burada bir tane kafe tapdım. Adı da Masal Kafe'dir. Masal Kafe'de hal-hazırda bağlıdır. Bura Qızlar Universitetinin yaxınlığıdır. Qızlar Universitetinin yaxınlığı da məhəllə tipli bir yerin arasında iyi bir qəribə yerdəyəm. Və küçədən sel axır. Görürsünüz, oradan sel axır. Bu ayda mən zonçika koydum, orada geldi mi? Onsuz da işim götürmez. Onu işin yanına koydum. Uşaqlarımın zonçikaydı. Hiç olmasa bu masal kafe açılsaydı, masal kafede oturabilirdim. Neyse, ben biraz ilerleyeyim. Telefonum solmasın diye çekmirəm. Orada tədris terapevtik klinika var. Neyse, böyle bir şey. Bir yer tapmalıyım və orada haradasa bir yerdə həm içməliyəm, həm nəsə içməliyəm və yeməliyəm ya da həm də oturmalıyım. Və bu dəqiqə çox mümkünsüz görsənir. Geldim nenemin təndirinə. Belə bir toyuq dürüm sifarişlədim. Və oturmuşam, baxıram selə. Bütün ayaqlarım falan sudur, çalvarımın buraları sudur. Saçım da sudur. Oturacağım burada romantik toyuq dürüm yiyəcəm. Görürsən bu toyuq dürüm içidib verə bilərlərmi? Bunu soruşaq. Tak, dostlar, deməli gəldim imtahanda orada 3 saat yağışın altında gözlədikdən sonra başdan ayağa soğuduqdan sonra evə gəldim. Düzdür, biraz orada nənəmin təndirində falan oturdum, amma sonra tez çıxdım ki, birdən gözlədiyim adam məni çıxar tapa bilməz. Və yenə də yağışın altında gözlədim. Neysə, sonra gəldim, saçımı falan qurutdum fenlə. İndi yenə yağış yağır, yağış hələ dayanmayıb və mən çiğ köftə istəyirəm. Ona görə də çiğ köftə almağa gedirəm. Mənim ürəyim çiğ köftə istəyir. Mənim ürəyim bir dənədir. Deyək, qapımı bağlayayım.
Mənim ürəyim çiğ köftə istəyir. Ona yağışa, borana baxmadan gedirəm çiğ köftə almağa. Çünki mənim ürəyim bir dənədir. Onu üzə bilmərəm. Ola bilər kimsə qədrini falan bilmir. Amma mən bilirəm onun qədrini. Belə qəşəng bürünmüşəm. Sıradakı yaxşı göstərirəm. Tak dostlar, gittim özüm için çiğ köfte aldım. En sevdiğim. Ben açacağım ve şimdi yiyeceğiz. Tatlı böyle. Hanım bunlar benim yavrum. Üstünü çevirdi bize ya. Ördek çağırıyor bu. Mamaları qərbədir. O bir əsəbə baxırız ki, gedək də. Bu mənim padurgamın papuqaydı. Gəlmişəm padurgam gilə bunda. Beni böyle bir tatlıya karşıladı. Bunları xoşlayır. Padurgam deyir ki, bunları xoşlayır. Ona görə qonur bunun üstüne. Bir də bu musiqini xoşlayır. Dodağımı dişlədi. B. Göz, C. Ürək, D. Ay. Sevgini göstermek için cevap C varyantı. Son kararım İlek. Necə göstərilir? Tamamilə doğru. Gəlmişəm padırqam gilə, o da mənə. Gözlediğim kebap əslində olan mərdi supu olsun. Senin yanında bu da çok güzel. Hiçbir fikrim yok. Dostlar, əslində padurqamgildə çoxlu qəşəng videolar çəkmişdim. Yağışın səhərsi günü həyətdə çox gözəl hava var idi. Günəş çox gözəl idi. Orada düzdə göstərmişdim həyəti falan, amma biz sonra orada süfrə açırıq, səhər yeməyi düzəldirik, çaydan falan qoyuruq. Yəni çox gözəl bir səhər yeməyi süfrəsi açırdıq. Və bunların hamısını çəkmişdim. Çay tökmə falan videolar çəkmişdim orada. Amma təəssüf ki, o videolar səhvən silmişəm. Başqa videolar da vardı orada. Məsələn, həyətdə güllər var idi. Başqa qonşunun gülləri falan var idi. Çardaq gülləri çox gözəl görsənirdi. Amma səhvən o videoları silmişəm. Özüm də çox pis oluram.
Neysə, evi yoxdur, gedən video olsun. İnşallah onsuz da padırqam burada, mən burada hələ də illərdir biz dostluq eləyirik. Yenə də inşallah nə vaxtsa gedərəm, yenə də qəşəng bir süfrə açarıq. Amma o çox gözəl görüntü idi. Tam bir kənd ab-havası verirdi. Vay, bu çox gözəl idi. Kəşke kadrları qaytara bilərdim. Amma burada çalışacağım indi həmin kadrların düz formasını qoyum. Kapitana da olur ben. İndi üzümü alacağıq. Sözünden sonra bunu da bilir. Hal-hazırda üzüm bu formadadır. Üzümü alandan sonra isə sizə vəziyyəti göstərəcəm. Sabahın Fatih'de Vəziyyət necə oldu? Və bu da üzümün alınmış forması. Daha da qəşəng oldu. Bayaq ki üzü halımdan normal hala döndüm. Qəşəngcə qızarmış. İndi yatıram. Bura padurqam otağıdır. Gör nə qəşəng otağı var belə. Romantikli. Səhər qısa qəşəng bir dənə video çəkəcəm. Səhər açıldı və yuxudan durmuşuq. Padurqam gün həyatı çox qəşəngdir. Gözəl güllər var. Gedək sizə həyətdəki güllər də göstərim. Hələ burada toyuqlar da var. Hey. Qəşəng toyuqlar da belə iridirlər yəni. Ay. Burada bunlar girişkəndir. Adamın əlini qaşındırır. Bunlar əncir ağacıdır. Bu deyəsən rozmarindir. Sonra güllərin hələ hamısı açmayıb. Burada kişnişlər var. Şüit var, kişniş var. Bu bənövşə olmalıdır. Burada yapon əzgili var. Dünən çəkmişdim, yağış yağırdı. Burada da vişnədir deyəsən. Bəzi yerlərdə, bəzi yox, çox meyvə-tərəvəz yerində vişnə satırlar, qıpqırmızı. Amma gördüyünüz kimi orijinal vişnə ağacı hələ yaşıldır. Hələ ki qızarmayıb yəni. Bu fındıq ağacıdır. Bu dəfnə ağacıdır. Tanış bağbanlıqla sizi tanış edirəm. Burada qəşəng yerlənəcəyimiz var, amma yağış yağdığına görə bu yəqin ki su dolub. Amma istidir. Burada qəşəng bənövşələr var. Burada mənim pijamamdır. Sonra belə bir roz rəngdə. Rozalar, güllər ağ rəngdə, daha roz rəngdə, açıq roz rəngdə. Mən də niyə söz görürəm? Çiyələrə baxın. Baby çiyələrdir bu. Bu da hələ özünə gəlməyib. Burada da var. Çok qəşəngdir. Çox qəşəngdir. Buradakılar da hələ qızarmayıb, dəyməyib yəni. Burada zambaqlar var qəşəng. Yenə də əncir ağacımız var. Bu tərəfdə belə bağ kimidir, gül kimi. Həm güllər var, həm də burada nəsə əkirlər əslində. Əli burada nədir onun adı? Günə baxanlar falan da olur. İnşallah o çıxanda ona çəkərik. Burada reyhanlar var. Burada belə güllər. Orada kəpənək uçur, baxın. Çox qəşəngdir. Xoşum gəlir həyət evindən, amma baxmaq lazımdır. Baxmayanda pis günə düşür. Ona görə də baxımlılan da qəşəngdir. Belə nar ağacımız var. Bizim deyil amma. 20 ildir gəlib gəldiyimə görə bizim sayılır. Padurqam mənim çoxdan ki padurqamdır. Yəni uşaqlıqdan bəri biz bir-birimizlə dostuq. Unutmuruq bir-birimizi. Ona görə də rahat birimizə evinə girib gələ bilirik. Burada belə zambaqlar var qəşəng. Hələ tam çiçək açmıyor burada. Hələ burada yəni hamısı meyvə gətirəndə güllər böyüyür. Lap belə cəngəlliyə oxşuyur. Bax burada da var. Qapardım bunu. Bu onsuz da çürümeye doğru gelir ki bunu qapardıq.
Ne güzeldi. Çoxdandır mən öz yerində çeyrək görməmişdim. Bəziləri uca xarab olub, götürmək lazımdır. Onu da qopartdım. Belə. Bəziləri bilmirəm nə ağacı. Bu deyəsən armud ağacıdır. Şaftalı, alma. Belə. Bu da qəşəng ağacdır. Çox gözəldir. Baxan olsa əslində həyət evi qəşəngdir. Yəni mən məsəl üçün istəyirəm həyət evi, amma tək başına baxa bilmərəm, yəqin ki, kömək lazımdır. Bilmirəm, dəqiq belə bir məsuliyyəti üstələmək gedək, o da şey çəkim. Sizin üçün nar ağacı, nar çiçəyi. Nar ağacı, nar çiçəyi. Hər ulduzdur. Belə bir şey. Amma az da elə öz çiçəkləri. Həyat tanıtımını elədim sizin üçün. Bu qədər. Mənim tapuşkalarım və pijamalarım. Quşlar qəşəng oxuyur. Dünən burada bir yağış səsi var idi. Burada da çiyələklər var. Yəni əkə bildikləri hər yerə nəsə əkiblər. Burada biraz yerlənə bilərik. Tam su deyil əslində, quruyub. Göyünüzü nə qəşəngdir. Mən başım əlbəndə çox yerlənəndə. Ona görə də xıvatit. Göyünüzü çox gözəldir. Çıxdıq evdən, indi hara gedirik, salona gedirik. Belə bir şey var burada. Amma dəniz manzarası yox. Nərdivan da var, yetişdə özümüzü asmaq istəsək. Burada belə bir gül var. Gidiyoruz. O vaxtda maşın çıxıranda 28'deyəm, indi padurqamı gözləyirəm. Biraz yağış yağır. Mən də bir dəri kurtka giymişəm. Demək olmaz ki, may ayının sonlarıdır. İndi padurqam görürəm yolun tərəfindədir. Keçsin. Mən də niyə öskürəm, həm də bilmirəm. O naşlik almaq istəyir. Gedib onun bir də naşlik alacaq. Hər ay naşlik alır özünə niyəsə. Gedək ona naşlik alaq, sonra gedəcək bir dənə coffee shop'a. Mübarəkdir günay. Thank you. İşraf oldum. Şeydir. Xeyir olsun. Bu şeydir. Ağırdır. Ben de şey hissediyorsun. Enteresan. Məndə hələ iPhone naşlığı yoxdur. Niye? Naşsız kalmışsan. Köylə naşlığı qədər. Yəni iPhone özün yoxdur. Rezil. Oo, hər qulaq olur santimetrini falan. Çok güzel. Коробка ne insan tasarruf daha ne kaşı коробка. Başka neye var? Ben her şeyin коробкasını saklarım evde. Niye tabii? Yeşneyi. Kurbanlık çekiyorlar değil mi? Hiç samımcıklar koymak olur. İkisi tuzlak da yiyor. Tuz. Bu kurusun. Böyle ak. Qabı da böyle şeydi. Səviyyəli də qabı. Bunlar ne için görün? Da açmışsan da. Bu ne için? Bu iPhone atsan da lezzet yeri bu. Telefon atsan da Şey, lezzet. mübarəkdir. Mübarək olsun. Yaş günceledim içine.
Keçib. Az bura başqa yer. Neyse ki buradan keçək. Geçiyoruz. Verim hem de sen. Hı? Hem de verim. Gene de verim. Bak bu sefer sen de. Etin dökülür. Sana karşı ol. Sağlıklı birleşmez. Nasıl istemiş dediğin var mı? Hı? Ne? Nasıl istemiş dediğin var mı? Evin yakınında var. Oraya gidip gelin. Aferin. Görmek de bak zaten de. Biliyorsun bu kadar gözüküyor. Hə? Bu kadar gözüküyor. Hə? Gizləmişdim. Telefon gələndən sonra hamısını da gördüm. Bax gizləmişəm. Necə oldu? Tutabsın ha. Hə. Necə oldu hamı gördü? Təzədən eləməlisən. Nə eləmişsən təzədən Böyle çox. təzdən elədim də. Kim gördü? Biz nə bilim, mən də yerindən pəpək yedik. Beyaz. Kesin hardasa düşüb. Şu? Ne? Dönmüyor. Çok sağ olun. Sağlamak lazım. Bunu videoya əlavə eləyirəm çünki video düzəldəndə baxdım ki, mən
stabilizator alandan sonra göstərməmişəm YouTube formatında. Stabilizator açım sizə göstərim ki, yəni necə bir şeydir. Bu bunun ayaqlığıdır. Bu formada açılır. Bu harasa qoymaq üçündür, belə rahat çəkmək üçün. Bu da belə stabilizatorun özüdür. İstəsəz belə tutmaq olur. Çox qəşəng bir şeydir. Yəni istifadə eləmişəm birinci dəfə. Professional çəkiliş öyrənmək istəyənlər üçün əla bir şeydir. Həm mən YouTube üçün çəkirəm, həm də öz işim üçün çəkilişlər elədiyimə görə lazım idi belə bir şey mənə. Qəşəngdir. Mən bunu çəkmişəm shorts formasında. Hələ ki yükləməmişəm. Necə işlədiyini falan da çəkəcəm hamısını.